Necə deyir? Ay nəfəs, ay nəfəs, Pünhan Piriyev. Nəfəslə onu görən kimi bilirəm bu dəqiqə deyəcək. Ay nəfəs. Onunla da bağlı şayiələr yazılıb. Ya indi qadınlar belə, şou biznesdə olan qadınlar kənara çəkilib son günlər. İndi maşallah kişi müğənnilər. Görək onunla bağlı nə? Məlumat yayırlar ki, Ağqabulda keçirilən iftar süfrəsində icra başçısı Sevindik Hətəmov məni həbs etdirib. Yalandır, şayiələrə inanmayın. Məlumatları paylaşarkən diqqətli olun. İnsanlar narahat olur. İnsanlar narahat olur, müğənni deyib. Təbii ki, bunu ölkə azda istinad edirəm. Pünhan Piriyev bildirib, sənətçi, yəni qeyd edib ki, Hacıqabul rayonunun rəhbərliyi ona həmişə diqqət və qayğı göstərib. Həddim deyil ki, icra başçısı ilə qalmaqal yaşayım, artıq hərəkət edim. Sevindik müəllim də məni cəzalandırsın. O dedisə, bir baş üstə deyirik. Səhv edəndə də zəng edib deyir ki, bala, səhv etmisən, düzəlt. Yəni, səhvini gələcəyin qarşıdadır. Mən də həmişə böyüklərə hörmət etmişəm. Rəhbərlər nə deyibsə, baş üstə demişəm. Çünki həmin insanlar uğurumuza sevinir. Ümumiyyətlə, Sevindik Hacıqabul icra başçısı, Sevindik müəllim hara? Pünhan Piriyev oldu da hara? Sizə mədəniyyət naziri belə göstəriş verə bilər ki, bunu etmə, onu et, sizə deyirsiniz baş üstə. İcra başçısı hara? Müğənnilərə əmr etmək hara? Göstəriş vermək hara? Məncə bu biraz absurd fikirdir. Pünhan Piriyev düzdür, böyük kimi, ağsaqqal kimi ona hörmət etmək lazımdır. Amma mən bilən siz axı Hacıqabuldan da deyilsiniz. Hörmət edirsinizsə daha özünüz bilin. Amma həmən baş üstə deməyin.